Hər vaxtınız xeyir olsun. Bugün keçirilən OTK sınavının Azərbaycan dil suallarının izahına baxacağıq. Deməli, birinci sual. Cümlədə doğru əlaqələndirməni müəyyən edin. İyanə. İyanə qida, yeyəcək, yeyinti yox. İyanə nədir? Xeyriyyə məqsədi ilə toplanacaq yardım mənasını ifadə edir. 2. İnventar. Binanın mənzili memarlıq baxımından tərtibat verilmiş daxili hissə xeyr, əlaqəsizdir. Sadəcə inventar müəssisəyə məxsus olan o avadanlıqların, ləvazimatın toplusudur. Onlara inventar deyirlər. Yəni 2 də yanlışdır. İrtica, geridə qalmış, geriyə gedən hərəkət, mövcud vəziyyəti dəyişdirmək istəməyən, geriliyi müdafiə edən düzdür. İntervyu, mətbuatda çap edilmiş, televizorda yayımlamaq məqsədi ilə müxbirin hər hansı bir şəxsdən aldığı müsahibət düzdür. İpoteka, bilirik ki, müavinət, girov qoymuş, bu da doğrudur. Bizdən doğru əlaqələndirməni müəyyən edin deyirsə, 3, 4, 5, birinci sualda cavabımız A variantıdır. Gəldik ikinci suala. Sözlərin yalnız birinə, yəni yalnız birinə aid olsun, ortaq fikir olmasın. Yəni qısacası fərqli fikir istəyir. Dekorativdə bir dənə tələffüzdə o aya keçəcək, duet sözü olduğu kimi tələffüz olunur. Ahəng qanuna tabedir. Bunların heç biri ahəng qanuna tabe deyil. Bir bunlara ümumiyyətlə yanlışdır. Heç birinə aid deyil. Biri çıxartdıq. Tərkibində dodaqlanan sait iştirak etmir. Dodaqlanan sait hansıdır? O, Ö, U, Ü. Bunda iştirak edir, amma dekorativdə dodaqlanan sait iştirak etmir. Yalnız birinə aiddir, götürdüm. 2 doğrudur. Tərkibində həmkar, həm də cingiltili samit var. Tərkibində həmkar, həm də cingiltili. Dekorativdə kar da var, cingiltili var. Duetdə kar da var, cingiltili. Bu ortaq fikirdir. 3-ü çıxartdım. Deyilişi və yazılış arasında bir fərqli məqam var. Dekorativdə bir fərq var, duetdə isə fərq yoxdur. İkinci sualda cavabımız oldu B variantı. Kar samitlə başlayır, cingiltili samitlə bitir. Bunların heç biri kar samitlə başlamır. 5 ümumiyyətlə hər ikisi üçün yanlışdır. Bizə lazımdır ki, yalnız birinə aid doğru olsun. 2-də cavabımız B variantı. 3. Tərkibində çıxartmaq mənasında ifadənin olmadığı nümunəni müəyyən edin. Baxıram. Şərəfoğlu torpanın ağzını açdı. Oradan toz basmış bir külqabı götürdü. Oradan toz basmış bir külqabı çıxartdı. Çıxartdı dedim. Bizə olmadığı deyil, A getdi. Dağların başını qalan duman bürüyür. Çobanlar qoyunları kəndə tərəf qovurdu. Çobanlar qoyunları kəndə tərəf çıxarırdı, olmaz. Kəndə tərəf qovurdu. Kəndə tərəf çıxarda bilməz axı. Kəndə əslində bu daxil edir. Kəndə tərəf qovursa qoyunlar kəndə əslində bir növ daxil edir. Çıxarma mənası buna əsla getməz. Ona görə cavabımız elə B variantı olacaq. Hökm vermək olmaz. Hökm çıxartmaq olmaz olacaq. Qəzet buraxmaq çox çətin imiş. Qəzet çıxarmaq çox çətin imiş. Oğlan əynindəki kətan köynəyi soyundu. Oğlan əynindəki kətan köynəyi çıxartdı. Hamısına uyğun gedir. Üçüncü sualda cavabımız B variantıdır. Gəldik. Dördüncü sual. Yerinə görə omonim kimi işlənə bilən sözləri müəyyən edin. Demişdik ki, paronimlər, xeyir, bu tipli sözlər omonim hesab olunmur. Xüsusi isimlər omonimliyi olmur. Kütlə çəki mənasında və xalq mənasında, şan arının hördüyü şan və şan şöhrət mənasında, bəstə boy sifət kimi və mahnı bəstələmək feil kimi omonimdir. 3, 4, 5 cavabımız hansıdır? Y variantı. 4-də cavab Y variantı. 5. Yazılışı yanlış olan sözü müəyyən edin. Iceberg doğru, qatran doğru, batareya demişdim A adı, amma qalereyadır. Bəyanat doğrudur. Qərargah isə qərar. Qərargah. Qərar nə? Qərargah olmalıdır. 5-ci sualda cavabımız oldu. C bəndi. Gəldik 6-cı sual. Əvvəlində müvafiq işarələr qoymuş sözlər arasında, yəni aşıb daşan deyir və artıq sözünün uyğunluğu müəyyən edin. Aşıb daşan, bir dənə burada bu p-ya keçir, çünki özündən sonra samit gəlib. Artıq, burada da samit gəlib, x-ya keçir. Bununla bağlı doğrudur. Doğrudan doğrunu götürəcəyik, yanlışdan yanlışı götürməliyik. Bir yerdə tələffüzü yazılışdan fərqlənir, düzdür. Bir dənə bu p-ya keçir. Bir doğru fikrimdir, götürürəm. Bir samitin qarşılığı yoxdur. Aşıb daşan sözündə bütün aşıb daşan. Bir dənə n samitin qarşılığı yoxdur. 2-də doğru fikirdir, götürürəm. Burada baxın 3 samiti kardır. Ş kardır, p kardır, ş kardır 3. 3 samiti kardır, bu doğrudur. Doğrudursa götürməyəcəyik. Niyə? Çünki yanlışdan yanlış götürməliyik. 2 samitin qarşılığı yoxdur. Gəldim 3 bucağa. 2 samitin, burada bir dənə r samitin qarşılığı yoxdur da. 2 samit t-nın da qarşılığı var, q'nın da qarşılığı. Bu yanlışdır, götürmürəm. Tərkibində 1 kar samit var, 1 yox. T və x 2 kar samit var, bu yanlışdır, götürürəm. Yanlışdan yanlışı. 1-i götürdüm, 2-ni götürdüm, bir də 5-i götürdüm. 6-cı sualda cavabımız oldu Y variantı. 7. Nöqtələrin yerinə o hərfi yazılsa nə baş verməz? Yəni company. Bax bunu demişdik ki, company sözündən ingilis dilində company şirkət deməkdir. O yazılanda olur şirkət, kompaniya isə bu endirimdə o endirim mənasını verir. Həmçində hərbi ilə bağlı bir məna ifadə edir. A olarsa. Amma o olarsa şirkət mənasını. Söz şirkət mənasında olar.
Bəli, olar, doğrudur. Bizə nə baş verməzdir? Baş verər. Yazıcı bir fərqli məqam olar. Bəli, oya keçibsə kampaniya olacaq. Bir fərqli məqam. Bu da baş verər. Təbliğat, reklam. Bu ücə A olanda da kampaniya. Kompaniyada deyil. Bu baş verməz. Endirim sözünün bu da yenə dediyim endirim, reklam A olanda da baş verməz. Deyilişəsən 2 fərqli məqam olar. 2 yox, 1. Bir dənə o aya keçsə baş verməz deyir. 3 4 5. Baş verir desəydi 1 2 3 4 5 də burada D variantı. 7-ci sualın cavabı oldu D variantı. Gəldik 8-ci sual. Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Tramplin və dirijor sözlərini verib. Bilir ki, bir dənə tramplin sözündə bir dənə i artırılacaq. Olacaq trampilin. Dirijor sözünün isə deyiliş yazışı fərqlənmir. İndi görə deyiliş yazışı fərqlənmir. Fərqlənməyən birə aid deyil. Birə aid deyil. Bu bura aid olmalıydı. Bir yanlışdı. Biri atdıq, getdi. Doğru fikir istəyirdi. Hə, uyğun fikirlər. Biri çıxartdıq. Görürsünüz 3 variant getdi. Tərkibində bir qapalı saydı. Biri yox. Birə i də artıdıq. 2 dənə qapalı sayt var. Bu da yanlışdır. 2-ni də çıxartdıq, 2 yoxdur. Ahəng qanuna tabe deyil. Bu ahəng qanuna tabe deyil. Ahəng qanunda yazılışa baxırıq. Bu da tabe deyil. 3 doğrudur, ortaq fikirdir. 3-ü götürürəm. Artıq cavabımız bizim məlumdur. 4. Tərkibində çar samit yoxdur. Bəli, burada çar samit yoxdur. Doğrudur. Saytlardan biri uzun tərəf zaman düşür. Heç bir sayt düşmür. 3 və 4. 8-ci sualın cavabı A variantıdır. Gəldik 9. Yazılışı və tələffüzü fərqli məqamlara görə məntiqi ardıcıllığa. Yazılış və tələffüzdə nə qədər fərq varsa ona görə ardıcıllıq qurmalıyıq. Tipoqrafiya bir dənə aya keçir. Yazılış və tələffüzdə bir fərqli məqam var. Bir fərqli məqamımız oldu. Təşcil C-ya keçir. Bir fərqli məqam var. Toponimlər bir dənə fərqli məqam var. Bizə də bir dənə fərqli məqam lazım. Türkiyəndə heç bir fərq yoxdur, çıxdım. Təşvişlə N-lı keçdinliyə bir dənə də artıq lalə demişdik. Nə kimi tələffüz olunur axı? Burada 2 fərqli məqam oldu, çıxartdıq. Tif di. Burada 2 fərqli məqam oldu, çıxartdıq. Transferin deyiliş yazısına fərq olmur. Bizə lazımdır ki, bir fərq olsun. Təqlid. Burada bir dənə fərqli məqam var. 9-cu sualın cavabı A variantıdır. Cümləni tamamlaya bilməyən fikri müəyyən edin. Təpik sözündəki nöqtənin yerinə P hərfi yazılsa, yazaq P hərfi. Yazılsa qarşılıq olmayan samit iştirak etməyəcək. Təpik xıştrik olacaq, iştirak etməyəcək, bəli, iştirak etməyəcək. Çünki C-də, P-də, xıştrikdə hamısının qarşı var. A düzgündür, bizə tamamlaya bilməyən lazımdır. P hərfi yazılsa, yenə deyiliş yazışı fərqlənməyəcək. Yanlış da fərqləndirdim, axı görürsünüz kimi xıştrik kimi fərqləndirdim. Yazıla tamamlaya bilməyən təbii ki, B variantı tamamlaya bilməz. Fərqlənir, ara fərqlənmir. L hərfi yazılsa, cingil samitinin sayı kar samitlərdən az olacaq. Bəli, L olarsa, çünki bir dənə cingiltili L olacaq da. Bax, belə. Çəlik, az olur da, bir dənə L olur. C ilə ki də cingiltilidir. Cingiltili samitdən kardan az olur, doğrudur. P hərfi yazılsa, bütün samitlər kar olacaq. Bəli, C, P, K. Hamısı xıştrik, C, P, xıştrik, hamısı kardır, doğrudur. L hərfi yazılsa, əsas sözünün sinonim olacaq. Bəli, çəlik əsa deməkdir, doğrudur. 10-cu sualda cavabımız oldu B variantı. Növbəti videoda mətn suallarını izahını çəkib atacağım.